Tövbə ilə istiğfar arasında fərq nədir? İbn Ömər Allah'ın razı olsun rivayet edir ki, bir məclisdə Allah Rəsulunun sallallahu aleyhi ve sellem 70 dəfə Allah'tan bağışlanma dilədiyini və tövbə etdiyini sayardıq. Tövbə qəlbin əməldir. Günaha görə peşman olmaq, onu tərk etmək və bir daha ona qayıtmamağa qəti qərar vermək tövbənin əsas şərtlərindəndir. İstiğfar isə dillə Allah'tan bağışlanma diləməkdir. Bir insan həm tövbə edib, həm də istiğfar edə bilər. Belə olduqda Allah Teala həm tövbə, həm də istiğfar səbəbilə onun günahlarını bağışlaya bilər. Bəzən insan tövbə etmədiyi halda Allah'tan bağışlanma diləyir. Allah'ın fəzli və mərhəməti sayəsində tövbə etməsə belə etdiyi istiğfar səbəbilə bəzi günahları bağışlana bilər. Buna görə də istiğfar etmək hələ tövbə etmək demək deyil. İstiğfar Allah'tan davamlı olaraq bağışlanma diləməkdir. Elm əhli tövbənin iki növ olduğunu qeyd etmişdir. Birincisi ümumi tövbə. Bu bütün günahlardan Allah'a tövbə etməkdir. İkincisi xüsusi tövbədir. Bu isə müəyyən bir günahdan tövbə etməkdir. Ola bilər ki, insan iki günah işləsin, lakin onlardan yalnız birinə görə tövbə etsin. Alimlər o cümlədən Əl-Ədəb əsərinin müəllifi İbn Müflih bu məsələni ətraflı izah edərək bildirirlər ki, bir insan bir günahdan tövbə edib, digərindən tövbə etməyə bilər. Məsələn, o faiz sələm yeyir, eyni zamanda harama baxır. Sonra faiz sələm günahından tövbə edir, lakin haram baxışlardan da çəkmir. Belə bir halda deyirik ki, Allah Taala'nın fəzli, mərhəməti, kərəmi və xüsusi lütfi sayəsində insan hansı günahdan səmimi şəkildə tövbə edərsə, digər günahlardan tövbə etməmiş olsa belə, həmin günaha görə tövbəsinin qəbul olunacağına ümid edilir.